Salam dəyərli izləyicilər, 2 may 2025-ci il bir son dəqiqə məlumatını diqqətinizə çatdırıram. Aprelin 6-sında keçirilən imtahanların nəticələri açıqlanıb, 8 nəfər qaydaları pozub. Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd olunur ki, həmin imtahanlar aşağıdakılar da əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi, 5-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, 3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, 4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzürlü səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş cari ilin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı, 5. Eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, 6. Buraxılış imtahanlarında üzürlü səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş əvvəlki illərin 11-ci sinif məzunları üçün buraxılış imtahanları. Dəyərli izləyicilər, əlavə məlumat üçün Azərbaycan Təhsil Mərkəzi ilə əlaqə saxlayın. 050 354 69 70 Rahim Mirzəcana müraciət edin və suallarınız cavablandırılsın.